Biləsuvarda fermer pambıq tarlasına gedərkən ölüb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb. Belə ki, 66 yaşlı Əlizadə Əliyevin sükan arxasında olduğu nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kollektora aşıb. Maşında ölü tapılan Əliyevin xəstəlikdən öldüyü ehtimal olunur. Qeyd edək ki, rayonda pambıq tədarükü və emalı müəssisələrindən birinin sahə aqronomu olan fermer Əliyev özünə məxsus olan əkin sahəsinə baxmaq üçün gedirmiş. Bakıda 32 yaşlı şəxs qəfil vəfat edib. Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, iyulun 27-si saat 14 radələrində 1994-cü il təvəllüdlü Elvin Taqarovun meyidi yaşadığı evin həyətində aşkarlanıb. Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədi ilə Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Elvin Taqarov Buzovnada tikinti materialları mağazasında işləyirmiş. Mərdəkanda ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralıda dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Fövqəladə Hallar Nazirliyi bununla bağlı məlumat yayıb. Bildirilib ki, Nazirliyin sularda xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri sayəsində vətəndaş 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tariyeloğlu xilas edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş 2009-cu il təvəllüdlü İsmailzadə Nurlan Mövludoğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. Bu barədə əlavə məlumat veriləcək. Gəncədə qardaşlar dava edib. Hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb. 3 qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. İlkin ehtimala görə mübahisənin içkinin təsirindən baş verdiyi bildirilir. Baş vermiş faktla bağlı polis işə qarışıb, əlavə məlumat veriləcək. Salyanda gecə saatlarında qətl törədilib. 1980-ci il təvəllüdlü Famil Hüseynalı oğlu Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş qaynatası 1966-cı il təvəllüdlü Natiq Siyasətoğlu Sadıqov polis tərəfindən saxlanılıb. Onun hadisə vaxtı sərxoş vəziyyətdə olduğu və keçmiş kürəkəninin yaşadığı evə gedərək atəş açdığı bildirilir. Portuqaliyada yaşayan azərbaycanlı gənc itkin düşüb. Bu barədə atası məlumat yayıb. Bildirilib ki, Portuqaliyada yaşayan və işləyən 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür xəbər yoxdur. Onun atası Natiq Mirməmmədov sosial şəbəkədə paylaşım edərək deyib ki, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zənglə danışıb, həmin vaxtdan etibarən telefon sönlüdür, WhatsApp mesajlarına da baxmır. Mirməmmədovun Setubal şəhəri yaxınlığında və ya Nazari ərazisində yaşadığı işlədiyi ehtimal olunur. Atasının bildirdiyinə görə oğlu gəmi qayırma və digər sahələrdə biznes olan Moldovalı sahibkarın avtoservisində çalışırmış. Ailə artıq Portuqaliya polisinə müraciət edib.